Əziz bacılar və qardaşlar, hər birinizi Rəbbin sevgisi ilə salamlayıram. Ümidvaram ki, bu günləri hamınız gəlmişsiniz bura və rahatsınız. Və bu günləri biz həm Rəbbi izzətləndiririk və həm onun sözünə qulaq asıb ruhani olaraq da olmaq istəyirik. Və həmişəki kimi mən sualla başlayıram. Siz haçansa qaranlıqda olmusunuz? Nə hisslər keçirdiniz o zaman? Kimsə bəlkə qaranlıqdan qorxur. Kimsə qaranlıqda olanda çaşqınlıq halda qalır ki, bilmir neynəsin, hara getsin. Axı hər şey heç nə görsənmir. Uşaqlıqda olanda yadıma gəlir ki, qaranlıqda olanda fikirləşirdik ki, bu saat kimsə çıxacaq qıraqdan, nəsə gələcək üstümüzə. Bilirsiniz, Əhd Ətiqi oxuyanda biz orada belə bir yer tapırıq. Çıxış 10-cu fəsildə yazılıb 10 dənə deməli, necə gedir, cəzalardan biri qaranlıq olur. Və maraqlıdır ki, bu adi qaranlıq olmur. Bu hiss olunan, yəni ona əl dəymək olan bir qaranlıq olur. Siz təsəvvür edirsiniz, o qaranlıqda, bir var ki, qaranlıqda sən bilmirsən necə, bir də var ki, o qaranlığı sən hiss edirsən. Sən deyirsən o qaranlığa. Sənin içərində elə bir təlaşları olur, elə həyəcanları olur. Sən bilmirsən nədir, görmürsən. Amma neysə sənə toxunur. İstəyirəm, balaca bir həyatımdan olan bir hekayəni, olan bir şeyi danışım. Bir dəfə bir qardaş məni dua axşamına çağırdı. Bir məbəddə idi o, xaricdə. Və biz ora gələndə artıq saat 12 idi gecə və səhərə qədər dua saatı idi. Və mənimlə birlikdə o bir nəfər də dostunu çağırmışdı. O dostu da hansısa bir kənddən gəlmişdi. Və görsənirdi onun üstü başından ki, o kənd adamı idi. Görsənirdi ki, haradasa işləyən bir adam idi. Onun əllərindən görsənirdi ki, yəni işləyən adam idi. Və çox yorğun görsənirdi. Biz dua edirdik 15 dəqiqə. Sonra Allahın sözü danışılırdı. Sonra yenə də dua edirdik və belənciklə səhərə qədər. Saat 3 arası gecə biz diz çökdük və dua etməyə başladıq. Deməli, mən oturmuşam, mənim dostum və onun dostu. Biz dua etdiyimiz vaxtı işıqlar söndü. Təsəvvür edin, qaranlıq və birdən xorultu başladım eşitməyə. Kimsə yatıb. Belə qəşəngcə yatıb özü daha. Birdən-birə, sən demə həmənki o kənddən gələn qardaş yorğun olduğuna görə yatıbmışdı o vaxtı. Birdən-birə gözlərini açar, baxar görər ki, qaranlıqdır. Birinci başa düşməz ki, hardadır. Sonra başa düşər ki, dua saatındadır. Amma qaranlıq olduğuna görə başlayar qışqırmağa. Ay bacı qardaşlar, mən kör olmuşam, kör olmuşam. Yanındakı dostum bir sakit ol, yine işıqları söndürüblər. Mən istəyərdim bir-iki dənə burada sizə bir şey görsədim.
Nədir beləncik? Şam. Və yəqin ki, kimsə bundan evdə istifadə edib. Sonraki şəkil. Əvvəllər istifadə edilmiş lampa. Həyət-həyətlikdə, həyət-həyətlikdə olan lampalardan biri də bunlar idi. Sonra beləncik lampalardan kimsə istifadə edib. Əlbəttə ki, mən hətta xoşuma gəlirdi onun iyi də çıxanda evdə. Sonra bunlar artıq həm köhnə, həm də müasir olan lampoçkalardır və onlardan biz istifadə edirik. Avtomobildir. Nə zaman istifadə edir o lampanı? Qaranlıqda. Və sonra və mayak. Heç vaxtı işıqlıqda biz işıq istifadə etmirik. Yalnız qaranlıq olan yerdə biz işığı istifadə edirik. Elə deyil. Çünki işıqlıqda işıq lazım deyil. Əgər bura yaxşı bir gün işığı düşsəydi, bizə bunlara ehtiyacımız yox idi. Şamdır, lampalardır, lampoçkalardır, sonra avtomobilin işığıdır, bu mayakın işığıdır. Nə zaman lazımdır? Yalnız qaranlıqda. Ki, qaranlıqda görsənsin, səmti görsətsin ki, həm insanlar, həm avtomobillər, həm gəmilər yəni irəliləyə bilsinlər. Yeri görsək. Matta 5-ci fəsil 14-cü ayə. Siz dünyanın nurusunuz. Dağın başında yerləşən şəhər gizli qala bilməz. Bugün Rəbbimiz İsa Məsihin Davudsu vəzində söylədiyi ən möhtəşəm və ruhlandırıcı ayələrdən birinə baxacağıq. Bu sadəcə bir bənzətmə deyil. Bu çağırışdır. Bu yuxarıdan bizə verilən kimliyimizdir. Yaşadığımız dünya qaranlıqda doludur. Günahın, ümidsizliyin, yalanın və ağrının qaranlığı ilə. Mənəvi çaşqınlıq, ruhi laqeydlik və yalanın yayılması dövründə yaşayırıq. Çox vaxt insanlar mənanı boş şeylərdə axtarırlar. Amma İsa Məsih sadə insanlara, balıqçılara, vergi yığanlara və bizlərə baxaraq deyir. Vergi yığanlara və sadə insanlara. Siz dünyanın nurusunuz. O demir ki, siz işıq olmalısınız. O deyir ki, siz artıq işıqsınız. Və bu bir faktdır. Çünki biz ona məxsusuq. Bu sözlər bugün bizə aiddir. Nə mələklərə, nə böyük ilahiyyatçılara, məhz bizə aiddir. Bəs bu nə deməkdir? Dünyanın işığı olmaq. Əgər biz öz içimizdə və ətrafımızda hələ də qaranlıqla mübarizə aparırıqsa, necə işıq ola bilərik? İsa deyir, siz dünyanın işığısınız. Bu, Məsihdəki təbiətimizin bəyanıdır. Bilirsiniz, başqa bir yerdə İsa Məsih özü haqqında deyir. Yahya 8:12-də.
mən dünyanın işığıyam. I am the light of the world. İndi isə deyir ki, siz işıqsınız. And now he says, we are the light. Çünki siz onun içindəsiniz və o sizin içərizdədir. And it is inside of us. Biz öz işığımızı yaymırıq. We don't spray our light. Biz ay kimiyik. We are like the moon. Günəşin işığını əks etdiririk. We reflect the light of the sun. Bizdə olan işıq Məsihin işığıdır. The light we have is the light of Jesus. Və burada belə bir şey var. And there is something here. Məsihə nə qədər yaxın olsaq, As much as we are close to Jesus, biz o qədər də parlayacağıq. so we will bright more and more. Bu isə kim olduğumuzun bəyanıdır. And it will show who we are. It is a declaration of İsa Məsih deyir ki, siz artıq işıqsınız. Christ says we are the light. Və bu bir məsləhət deyil. And it's not an advice. Bu Məsihə məxsus olanların yeni təbiətidir. It is a new nature of those who are belonging to the Messiah. Biz işıq saçırıq. Çünki biz artıq yuxarıdan doğulmuşuq. Because we born of it. Və bizim içimizdə Məsih yaşayır. And inside of us, Messiah lives. Efeslilərin 5-ci fəsil 8-ci ayəni oxuyanda Ephesians chapter 5. biz Həvari Paulun belə bir ayəsinə rastlaşırıq. Saint Paul, Siz vaxtilə qaranlıq idiniz. the darkness. Onu oturub oxuyanda fikirləşsən ki, ay Allah, həqiqətən də nə zamansaq mən qaranlıqda yaşamışam. We used to live in darkness. Deyir, siz vaxtilə qaranlıq idiniz. He says, Amma indi Rəbdə işıqsınız. we are the light of the God. İşıq övladları kimi yaşayın. Live as the sons, as the children of the light. Bax, bu doğrudan da bir çağırışdır. It is a call to act. Çox zaman insanlar özlərini işıq kimi yalnız məbəddə görsədir. Try to show themselves as light in church. Məbəddən çıxandan sonra o işıq sönür. Church, that light turns off. Cərəyan yoxdur da elektrik cərəyan gəlmir ona. Amma bu bir fəlakətdir əslində. It is a disaster to the eyes. Hal-hazırda hər biriniz bayındıb saat düşünürsünüz. All of you are thinking right now. Mən sizin düşüncələrinizi görə bilmərəm. I cannot see Və siz də mənimkini görə I cannot bilməzsiniz. see what I'm Amma inanın ki, Allah görür onu. But believe me, the God sees it. Biz biri-birimizi allada bilərik. We can deceive each other. Hətta biz özümüzü allada bilərik. Even we can deceive ourselves. Amma Allahı allada We bilmərik. cannot do the same with God. Allah bu saat hər birimizin God, ürəyinə, qəlbinə baxır. God is looking Allahın qabağında hər birimizin həyatı açıqdır. and in front of Him knows all of our lives, Heç kim ondan heç nə gizlədə bilməz. and no one can hide anything from Him. Bir dəfə mən oxumuşdum bir kitabda Amerikada bir müəllimə uşaqlarla belə bir test aparır. Yəqin ki, imanlı olub o müəllimə. Probably the teacher was a believer. Və deyir onlara ki, ay uşaqlar, bax, sizə hər birinizə yumurta verirəm. I give you back to each of you. Bu yumurtanı elə bir yerdə sındırın ki, sizi görməsinlər. Break it in a place so no one will see you. Və sabah gələndə bizə onu danışarsın. Deyərsiniz ki, kim harda sındırıb. How else? Where did you break it? Və uşaqlar gəlirlər. And students came Biri deyir ki, mən evdə işığı söndürdüm, sındırdım yumurtanı. home at home and I broke it Biri deyir ki, qaranlıqda bayıra çıxdım, heç kim yox idi, sındırdım onu. out in the Və s. və s. broke it and etc. Yalnız bir uşaq heç sındırmamışdı yumurtanı. Child didn't break it. Müəllimə soruşur ondan ki, axı sən niyə sındırmamısan? Asked, why didn't you break it? Şimdi müəllimə, bilirsiniz, mən evə gəldim, I came home. qaranlıq düşdü. It was darkness. Mən valideynlərindən gizli olaraq düşdüm zirzəmiyə, I went to Padvalda. in the evening.
Orada hətta işığı da söndürdüm. and I even Qaranlıq idi, heç nə görmürdüm hətta. Amma birdən fikirləşdim ki, axı məni Allah görür God sees me, və ona görə sındıra bilmədim. and I couldn't break it. Çox zaman insanlar Most of the time, people nə isə edirlər they do something və çalışırlar o qaranlıqda qalsın. and they try to Və elə fikirləşirlər ki, onları heç kim görməyəcək. no one is seeing them. Bilirsiniz, mənim balaca qızım var I have a small girl, və uşaqlara xas olan bir şey var, sadəlövhlük. Prostata da, skажем, или sadəlövh necə gedir rusca? yes, and listen. Bilirsiniz, mənimlə oynayır o uşaq çox vaxtı. Və deyir, ata, mən gizlənim, məni gəl tapqina. Let me hide me, you can find me. Gedir, qaçır bir yerdə, dayanır, əlləri ilə gözlərini bağlayır. She runs nowhere and she goes, O elə bilir ki, əgər o görmürsə heç nəyi və onu da görmürlər. she doesn't see anything, so no one sees her. Bilirsiniz, bu uşaqdır. O elə fikirləşir. She's a child. She thinks this way. Çox vaxtı böyüklər Most of the time, adults, nə isə edirlər they do something, və fikirləşirlər ki, onu heç kim görmür. no one is seeing them, Amma Rəbb görür onu. but the God sees them. Rəbdən heç nə gizlənmək olmaz. We cannot hide anything from Him. İşıq həqiqətdir. The light is the truth. Müjdənin özüdür. It is the gospel itself. Eyni zamanda o bir salih həyatdır. It is a Təmizlik, mərhəmət, great sevgi və səbir. love and patience. Bu bizim işıq olduğumuzu göstərir. It shows that we are alive. Biz o zaman işıq oluruq, nə zaman ki, həqiqəti Alive when sevgi ilə danışırıq. we share the truth with love. Biz o zaman işıq oluruq, We become alive nə zaman ki, bağışlayırıq, when we forgive qisas almırıq. and not take vengeance. Biz o zaman işıq oluruq ki, xidmət edirik Alive when we serve. və başqalarından mənfəət axtarmırıq. And we are not trying to get benefits from others. Biz o zaman işıq oluruq ki, doğru qalırıq. The light, Nə zaman ki, başqaları yalan danışır. even though the others are lying. İşıq o zaman görünür ki, bizim həyatımızda We see the light in our life. qaranlıqda başqaları sual verirlər. In darkness, others is asking, Axı bu niyə belə yaşayır? why is he living this way? Onda nə var ki, məndə yoxdur? What does he have that I don't have? Müqəddəs yazıda işıq həmişə In the Bible, Allahla əlaqələndirilir. the light is always related to God. 1-ci Yahya 1-ci fəsil 5-ci ayə. In John verse 5, Allah işıqdır God is alive. və onun içində heç bir qaranlıq yoxdur. No darkness inside him. Matta 4:16-da isə yazılıb: Chapter 4, verse 16 says, Qaranlıqda oturan xalq böyük bir işıq gördü. "The nation who sat in the darkness saw a very deep light." Siz bilirsiniz, niyə görə İsrail xalqı seçilmişdi? Do you know why the Israelites were chosen? O seçilmişdi Allah tərəfindən ki, başqa xalqlar üçün işıq olsun. To become the light for other nations. Ki onda o xalqda işığı görüp onlar da işığa gəlsinlər. Other people could see the light in them and they would move towards the light. Yahya 8:12 İsa dünyanın işığıdır. Then it says Jesus is the light of the world. Amma indi bu işıq onun bədəni, This light is onun məbədidir. his body and his church. Biz İsa'nı həyatımız, təlimimiz və xidmətimizlə tanıtmalıyıq. We should show Jesus with our belief, with our practice. İsa Məsih deyir, Jesus says, dağın başında qurulmuş şəhər gizli qala bilməz. the city in the top of the mountain cannot be hidden. Qədim Fələstində belə bir şəhərlər uzaqdan görünərdi. Ancient Philistia, Gecələr işıqları ilə parlayardı və səyyarlara yol göstərərdi. Beri şəhəri görməmək mümkün deyildi. for the travelers there.
It was impossible not to see that city. Bəlkə də siz səyahət etdikdə və öz avtomobilinizlə şəhərə yaxınlaşdıqda uzaqdan belə şəhərin işıqlarını görürsünüz. Getting closer to the city, you see the lights of that city. Və bilirsiniz ki, artıq az qalıb, siz çatırsınız. And like you are close and you're about to reach. Şəhəri gizlətmək olar sizcə işıqlardan? How would keep the Heç cür. city? It's not possible. Həqiqi məsihçi də belə olmalıdır. The true believer, true Christian should be like this. Gerçək iman gizlədilə bilməz. Cannot be hidden. Kim ki Məsihi tanıyır, Those who know the Jesus, o susa bilməz. O parlayacaq. cannot be turned off. Bilirsiniz nəyə görə? Do you know why? Çünki onun içərisində İsa Məsih var. There is Jesus Christ inside of them. Maraqlı bir şey var. There's something interesting. Deyirlər, işıq işıqlıqda lazım deyil. We don't need the light. Bilirsiniz, siz indi bu saat bayıra çıxsaz və fanarla gəzsəz, And if you walk with, sizə necə baxarlar? how would the others think about it? Gəllər, yəqin bunun başı çatmır. Probably has mental illness. Amma siz qaranlıqda çıxsaz, işıqlar olmasa, fanarla gəzsəz, Do the same. bu normal bir şey sayılacaq. Düzdür? Do something normal, isn't it? Mənim sözüm onadır ki, So my word is about əziz bacılar, qardaşlar, dear brothers and sisters. biz yalnız burada işıq olmamalıyıq. It should not be light here only. Bizim əsas vəzifəmiz işıq, The main bax, orada olmalıyıq. job dünyada. of God is to be the light here in the darkness. Allah bizi bilərəkdən qaranlığın içinə qoyur ki, biz orada parlaq olaq. God deliberately put us in darkness to shine. Və bizim işığımız ən birinci bir saatda görsənməlidir. You know where should be seen first time? Ən birinci öz ailəmizdə. In our family. Sonra iş yerimizdə, Then in our workplace, qonşular arasında, among the neighbors, imanlı olmayan dostlarımızın arasında. among the friends who are not believers, Bax, orada biz işıq olmalıyıq. and we need to be the light there. Və bilirsiniz, You know, heç birimiz burada təsadüfən deyilik. Rəbb hər birimizi seçib. God choose each of us. Və bilirsiniz, bizim varlığımız And you know, the presence of us bəlkə də kiminsə duasının cavabıdır. is the answer for someone's prayer. İşıq yalnız kafedradan deyilən vəz deyil. The light isn't something like we dictated from the people. İşıq bizim həyatımızdır. It is our life. O bizim sözlərimiz, It is our words, davranışımız, our behavior, neyəsə olan reaksiyamız, our reactions, sevgimiz our love, və bağışlamamızdır. and our forgiveness. Matta 16-cı ayədə İsa deyir: In Matthew verse 16, Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, let your light shine among the people in a way onlar xeyirxah işlərinizi görüb göylərdə olan atanızı izzətləndirsinlər. and they will praise your Father in the heaven. Bilirsiniz, bu həqiqətən böyük bir şeydir. You know, it's a very big thing. Bu Məsihdə olan həqiqi həyata dəvətdir. It is the invitation to the true light of Jesus. Oxuyanda bu ayələri These verses, bilirsiniz nə nəticəyə gəlmək olar? they are okay. What? Gizlənməyin. Gizlənməyin. Do not hide. Qorxmayın. Do not afraid. Bilin ki, işıq qaranlıqdan güclüdür. Know that the light is stronger than darkness. Hətta ən kiçik bir şam belə böyük bir qaranlığa aydınlıq gətirir. Even the small candle can enlighten the deep darkness. Allah demir, siz gedin durun buradan bir projektor olun. Go and become projector. Allah bizdən Ask sadiq olmağımızı istəyir. to be faithful to Him. Görünməkdən qorxmayın. Not afraid being among the people, being seen. Əgər sadiq qalmaq üçün
narahat olmaq lazımdırsa, and if you need to be uncomfortable, bax burada bir şey deyəcəm, çaşqınlıq arasında qalacaqsın. Narahat olun. Narahat olun. be anxious. Rahatlığa can atmayın. Don't try to get the comfort. Bilirəm, çox vaxt indi biz insanlar çalışırıq rahatlığa da can ataq. Are trying to get easy life. Və elə zamanlar olur ki, insanlar çalışırlar özlərini Məsihçi kimi göstərməsinlər. Not so good Niyə? Christian. Çünki qorxurlar, Because they are afraid. gizlənirlər. They hide. Rahatlığa can atmayın. Don't try to get an easy life. Çalışın, sadiq olun. Try to be faithful. Tənbəllik, utanmaq və ya qorxu imanın alovunu söndürür. Tənbəllik, utanmaq Shyness and və qorxu fear imanın alovunu söndürür. turn off the light of the faith. Bu gün sən işıqsan. Today you are the light. Qaranlığa qərq olmuş dünyaya Allah mələklər göndərmədi. God didn't send angels to the world which is darkness. O bizi göndərdi He sent us və dedi, and said, siz dünyanın işığısınız. you are the light of the world. Sən Allah tərəfindən bir dağın başındakı şəhər kimi qoyulmusan. You are like the city at the top of the mountain. Qoy sənin evin, Let your house, iş yerin, workplace, məbədin, church Məsihin işığının yayıldığı yer olsun. be the place where you shine the light of Jesus. Əziz bacılar və qardaşlar, Dear brothers and sisters, hər birimiz biz işığıq. all of us are light. Demir ki, İsa Məsih ki, bir gün sən işıq olacaqsan. You will be the light one day. Əgər sən Məsihdəsənsə, sən artıq işıqsan. And it says, like, if you are in Jesus Christ, you are the light itself. Sən bu dünyaya Allahın cavabısan. You are the answer to this world. Sənin həyatın sənin sözlərindən daha yüksək səslə danışır. Your life speaks louder than your words. Çünki sən həyatınla İsanı göstərməlisən. You need to show Jesus with your life. İşığını gizlətmə. Don't hide your Korkma. light. Don't afraid. Çünki İsa Məsih deyir ki, mən səninləyəm. I'm with you. Qoy sənin həyatın dağın başındakı o şəhər kimi olsun. Görünən, Light be like the city parlaq və İsa Məsihi aparan. shining and the one which leads to the Jesus Christ. Qoy sənin həyatın Let your light işıq saçsın shine. və qaranlıq çəkilsin. Çünki sən öz yerindəsən. Darkness, because you are on your own space. Və çox istəyərdim ki, bu günləri biz hər birimiz I really want. bu çağırışa yalnız amin deməyək. Don't say amen only. Həm də Məsihin açıq göründüyü həyatla cavab verək. Answer the line, which is within Məsihin açıq göründüyü həyatla cavab verək. answer. Bizim həyatımız Məsihi göstərsin. Our life should represent the Jesus Messiah. Amin. Amen.